Buraxılışa ən çox düşən sahə suallarından biri də bu tipli sahə suallarıdır. Deməli, üçbucaqda deyir ki, ABC üçbucağında BM-in MC-yə nisbəti 2/5-dir. Onda BM-i 2x, MC-ni də 5x qəbul etsək, deməli, ABC üçbucağının sahəsini də mənə ümumi 42 verib. Ümumi üçbucağın sahəsi də 42-dir. AMC-nin sahəsini istəyir bizdən. İndi biz bilirik ki, belə bir xassəmiz var ki, bura 2x, bura 5x-sa, onda bu 2x tərəfinə uyğun sahəni 2s, 5x tərəfinə uyğun sahəni 5s qəbul edə bilərəm. Və ümumi sahədə 42-dir. Yəni 2s üstəgəl 5s bərabərdir 42-yə, 7s bərabərdir 42-yə, s də bərabərdir 6. Yəni S6-dırsa, məndən də AMC üçbucağının sahəsini istəyirdi. AMC üçbucağı da bu üçbucaqdır. Bu üçbucağın sahəsi də 5s olduğuna görə 5s bərabərdir 5 vur 6 olar 30. Deməli, AMC üçbucağının sahəsi 30 oldu. Cavabımız 30. Əgər ABM üçbucağının sahəsini istəsəydi, ABM üçbucağının sahəsi 2s idi. Yəni 2 vurulsun 6, 12 olardı. Ya da ümumi 42-dir. 42-dən 30'u çıxardıq, alardıq 12.